Qarabağ qollarını ikinci hissədə vurdu. Birinci hissədə niyə vura bilmədi? Hücum kvartetinə bax, dörtlüyə bax. Hücumun mərkəzində Musa Qurbanov, sağ vinger Kaşuk, hücumun arxasında Nərman Axundzadə, solda da Ramil Şeydayev. Musa çoxdan da oynamır, oyun ritmindən uzaqdır. Ramil Şeydayev Neftçidə ölmüşdü, indi Qurban Qurbanov diriltməyə çalışdırır. Kaşuk bilməm, gecələr yatmır, neynir, səhərə qədər gəzir. Heç cür əvvəlki o gücünü bərpa edə bilmir və Nərman da öz mövqeyində oynayır hücumun arxasında. Mən 20-ci dəqiqədə sənə dedim ki, oyuna bərabər baxırdıq. Qarabağ bu dörtlü ilə 10 gün oynasa yenə Karvana qol vura bilməyəcək. Çünki həqiqətən də ilk hissədə ümumiyyətlə qol vəziyyətinə girə bilmədilər. Nəyə görə? Çünki keyfiyyət aşağıdır. Sistem eynidir, amma keyfiyyət aşağıdır. Qarabağ top saxlayırdı yarım müdafiəçinin hesabına. Amma final pasları, o son cərimə meydançasında girişlərdə problem yaşayırdılar. Nəyə görə? Məsələn, mən ən sevdiyim yeməklərdən biri yarpaq dolması uşaqlıqdan. Və mən yarpaq dolmasını qoyun ətinə sevirəm. Düzü bəziləri malat ilə yarpaq dolması üzərində və qatıq tökürsən, yeyirsən. 90-cı illərin əvvəllərində, biraz çətin dövrlərdə yalancı dolma dəbə düşmüşdü. Yəni, məsələn, evə gəlirsən, dərsdən evə gəlirdik, anamız belə boşqabda qabağımıza dolma qoyurdu, qatıq tökürdük. İlk dişləyəndə başa düşürdük ki, bu ət dolması deyil, yalancı dolmadır. İçərisinə düyü vurulur, dad alması üçün ədviyyatlar və göyərti vurulur. Bu, Qarabağ Karvan maçındakı ilk hissədə Qarabağın hücum xətti yalancı dolma idi. Əsl dolma isə ətli dolma Qarabağın o ideal kvartetidir. Hücumda Duran və ya Nərman, sağ cinahda Leandro, hücumun arxasında Kadi, solda isə Zubir. Və Qarabağın əsas futbolçuları 62-ci dəqiqədə meydana girəndən sonra Qarabağ epizodlara girdi və qollarını vurdu. Problem buydu Qarabağda. İlk hissədə o keyfiyyət çatışmırdı hücumda.